Prezident İlham Əliyev bugün əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncam imzalayıb. Sənədlə 2026-cı il yanvarın 1-nədək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən 2025-ci il üzrə ortaylıq əmək haqqının illik artımına uyğun olaraq 9,3% indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılır. Oxubaz xəbər verir ki, bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşımında bildirib. O qeyd edib ki, əmək pensiyalarının indeksləşdirilməsi əmək pensiyaları haqqında qanuna əsasən həyata keçirilir. Sözügedən qanuna əsasən bütün növ əmək pensiyaları əvvəlki ildə ölkə üzrə ortaylıq maaşdakı artım faizinə indeksasiya olunaraq artırılır. İndeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. Əmək pensiyaları haqqında qanunun 4-cü maddəsinə əsasən əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa, onun pensiya məbləğinə artım hesablanacaq. Qanunvericiliyə əsasən indeksləşdirmə əvvəlki ilin göstəricisinə uyğunlaşdırıldığına görə 2025-ci ilin dekabrın 31-i daxil olmaqla ötən il pensiya hüququ qazanan bütün vətəndaşların pensiyaları artırılacaq. Artımlar 1 milyon 100 min vətəndaşımıza şamil olunacaq, deyə deputat vurğulayıb.